Bakı metropolitenində xətlərin ayrılması layihəsi üzrə inşaat işlərinə başlanılıb. Bu məqsədlə Cəfər Cabbarlı və Nizami stansiyaları arasında 200 metr uzunluğunda 2 birləşdirici tunelin inşası nəzərdə tutulur. Tunellərin tikintisi üçün 2 tikinti şaxtası qazılıb. Birinci şaxta Cəfər Cabbarlı meydanında, ikinci şaxta isə 28 may stansiyasının arxa hissəsində, Bakı Dəmir Yol Vağzalının parkinq zonasında yerləşir. Layihə çərçivəsində hər iki müvəqqəti şaxtanın inşası və yanaşma tunellərinin tikintisi artıq tamamlanıb. Tunellərin inşasına isə Dərnəgül elektrik deposunun birinci mərhələsi başa çatdıqdan sonra başlanılacaq. Bu müddət ərzində qatarlar yaşıl xətt üzrə 28 may stansiyasından Nizami istiqamətində dayandırılacaq, Dərnəgül Nizami stansiyaları arasında hərəkət edəcək, Cəfər Cabbarlı Xətai mənzilində əvvəlki qaydada təmin olunacaq, qırmızı xəttdə isə heç bir dəyişiklik olmayacaq. İçəri şəhər və Həzi Aslanov istiqamətində qatarlar indiki kimi fəaliyyət göstərəcək. Layihə çərçivəsində 28 may və Cəfər Cabbarlı stansiyaları arasında əlavə piyada tunelinin inşası da nəzərdə tutulur. Xətlər ayrıldıqdan sonra bu iki stansiya yaşıl və qırmızı xətlər arasında əsas keçid məntəqəsinə çevriləcək. Piyada tunelinin inşasına Cəfər Cabbarlı stansiyasının hazırda əsaslı təmir və yenidən qurma işləri aparılan birinci yolunda başlanılıb. Burada 7 metr qazıntı və gücləndirmə işləri həyata keçirilib. Piyada tunelinin ümumi uzunluğu təxminən 22 metr təşkil edəcək. Xətlərin ayrılması layihəsi yekunlaşdırılana dək tam istifadəyə verilməsi nəzərdə tutulur.